Xanlar rayonu Kiçik Qafqaz Sıra dağlarının ətəklərində yerləşir. Üzüm tənəkləri neçə əsrlərdir dağ çaylarının sahillərində salınıb. Amma heç vaxt indiki qədər bol məhsul yetişdirilməyib. Son 5 il ərzində məhsuldarlıq 3 dəfədən çox artıb. Xanlar üzümçülərinin bayramıdır. Məhsul yığımının ilk günü. Hər il bu vaxt keçirilən peşə mərasimində əmək qəhrəmanları, öz işinin ustaları gənclərə uğurlu yol arzulayır. Ənənəyə görə günəşli salxımların dadına baxanlar gələcəyin üzümçüləri, uşaq bağçasının yetirmələridir. Niyazi Abdiyevin babası da, atası da üzümçü olub. İndi bu peşəni uşaqları davam etdirir. Nəvələri də onlardan geri qalmır. Onun briqadası Gəncə savxozunda rekordçu adını qazanıb. Briqada həmişə yüksək məhsul götürüb.